Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala khatemen nebiyyin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Əmmə ba'd. Əziz və dəyərli olan müsəlman bacı və qardaşlarım, İlk növbədə Allah həmd sanlar olsun. Şükürlər olsun Rəbbimizə. Allah Subhanahu və Taala bizləri əmin-aman halda, sağlam halda, dinimiz yerində olduğu halda gözəl şəkildə bizi Qurban Bayramına yetişdirdi. Allah şükürlər olsun. Və bu münasibətlə hər birinizi təbrik edirəm. Bayramınız mübarək olsun. Allah Subhanahu və Taala salih əməllərimizi bizlərdən qəbul etsin. Allahumma amin. Və həmçinin həcc ziyarətində olan bacı və qardaşlarımız var. Ölkəmizdən gediblər. Allah onları qorusun, onlardan həcc ibadətlərini qəbul etsin və sağ-salamat evlərinə, əhl-əyalın yanına qayıtmağı Allah Subhanahu taala onlara nəsib etsin. Allah onların səfərini onlar üçün asanlaşdırsın. Allahumma amin. Və digər getməyənlərə, həcc ibadətini yerinə yetirməyən digər müsəlman bacı və qardaşlarımıza da uca Rəbbimiz növbəti ili həcc ziyarəti getməyi müvəffəq eləsin. Allahumma amin. Və bundan sonra qısa bir xatırlatmaq etmək istəyirəm. Dəyərli qardaş və bacılarım, bu günləri artıq bayramın səhəri günüdür. Yəni Zilhiccənin 11-ci günüdür. Qurban bayramı 4 gün olur. 10-u, 11-i, 12-si və 13-ü məğrib namazına kimi. Zilhiccənin 13-nə kimi. Yəni bu tarixlər hicri tarixdən gedir söhbət. Və Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm mübarək hədisində buyurdu ki, İnnə afdalil əyyəm indəllahi yavmun nəhr. Allah qatında günlərin ən fəzilətlisi yavmun nəhrdir. Qurban günüdür. Thumma yavmul qar. Sonra isə qar günüdür. Qar günü də dedikdə, niyə qar günü adlandırdı Allah Rəsulü? Qar günü bayramın sabahsı günüdür. Qurban bayramı misal 10-cu gündür, 11-ci günü qar günü adlanır. Çünki həmən günü həcc edənlər Minada məskunlaşırlar. Qərar tuturlar həmən günü. Minada dayanırlar. Ona görə qar adlanır. Və sonra yəni fikir verdik ki, Allah qatında ən fəzilətli olan, yəni qurbanın kəsildiyi gündən sonraki günü də Allah Subhanahu və Taala ən fəzilətli gün adlandırıb öz qatında. Qurbanı kəsilməyə qaldıqda şərt deyil ki, 10-cu günü kəsilsin. Yəni kim ki kəsə bilməyibsə, 10 da kəsə bilər, 11-i də kəsə bilər, 12-si və 13-ü də kəsə bilər. Və həmçinin bu günlərdə oruç tutmaq, yəni Allah Rəsulü icazə verməyib. Təşrik günlərində, bayram günlərində qadağa gəlib oruç tutmaq və həmçinin bayramdan sonraki günlər ki var, biz dedik ki, təşrik günləri adlanır, 11-i, 12-si, 13-ü, o günlərdə də oruç tutmağa icazə verilməyib. Çünki Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm hədisində buyurdu ki, təşrik günləri, əyyam-ı təşrik, əkil, şurb və zikr dedi. Yeyib içmək və zikr etmək günlərdir. Bu barədə istərdim xatırlatma edim ki, yəni yeyirik, içirik Allahın verdiyi halallardan, kəsdiyimiz qurbanlardan unutmayaq Allahı zikr etməyi. Çünki Allah Rəsulü və həmçinin buyurdu ki, bu günlər zikr etmək günüdür. Ona görə unutmamalısan ey müsəlman. Yeyirsən, içirsən, zikri unutmamalısan. Bilgən ki, bu günlər zikr etmək günlərdir həmçinin, bu təşrik günləri. Bayram günü və bayram günündən sonra olan 3 gün. Yaxşı, hansı zikirləri edəcəyik? Peyğəmbər sallallahu aleyhi və səlləm həmin hədisində öyrətdi ki, çoxaldın o zikirləri
Hansı zikirlər? La ilahe illallah deməyi, elhamdülillah deməyi və həmçinin Allahu Ekber deməyi. Və bunlar da sahabələrin, Peyğəmbər sallallahu aleyhi ve sellemin və onun sahabələrin etdiyi zikirlə cəm olub. Allah Resulü hər fərz namazından sonra təşrik günlərində hər fərz namazından sonra bu zikirləri edərdi. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah və Allahu Ekber, Allahu Ekber və lillahil hamd. Biz də bax bu zikirləri çox atmalıyıq. Və həmçinin deyə bilərsən Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Elhamdülillah, elhamdülillah. La ilahe illallah çoxalda bilərsən bu zikirləri. Barakallahu fikum. Yəni yemək, içmək öz yerindədir. Allahın halallarından, kəsdiyimiz qurbanlardan, amma zikirlərlə bərabər olmalıdır. Zikirləri unutmayın. Barakallahu fikum. İbadət ölənə kimidir. Bayram bir gündür və yaxud 4 gündür. Amma ibadət ölənə qədərdir. Zikir ölənə qədərdir. Zikirsiz halın sənin təsəvvür edilə bilməz. Həmin hədisdən istərdim əlavə fayda vereyim. Fikir ver. Həmin hədisdə keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yanına dəvələr gətirildi. 5 və ya 6 da deyil, qurbanlıq dəvə gətirdilər. Dəvələr gələndə Allah Resulunun yanına onlar kəsilməkdən ötürü deyil, bir-biri ilə sanki yarışırdılar. Can atırdılar Allah Resulunun yanına ki, o dəvələr Allah Resulunu kəssin. İlm əhli buyurur ki, və həmçinin sahabələr dedilər ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmə yəni verilmiş bir nemət idi. O Allah Resulunun Peyğəmbərliyinə dəlalət edən əlamətlərdən idi. Dəvələr can atırdılar ki, onu birinci kəssin. Yəni onun Peyğəmbərliyinə dəlalət edən əlamət idi. Necə ki dedik, minbərə çıxanda kötüyün ağlaması, necə ki dedik, Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərlik möhrü xalı və həmçinin Kəbədə olan Allah Resulü dedi ki, daş tanıyıram, mən görəndə Əssəlamu aleykə deyir, salam verir mənə daş. Və həmçinin də dəvələrin onun üzərinə qasması ki, onu kəssin birinci. Bu, onun Peyğəmbərliyinə dəlalət edən dəlillərdən idi, əlamətlərdən idi. Və həmçinin dəvələri kəsəndən sonra sahabə deyir ki, Allah Resulü alçaq səslə deyir, eşitmədiyim bir sözü dedi. Mən soruşdum deyir orada olanlardan ki, nə dedi, kimi eşitdi yəni? Sahabələr dedi ki, Allah Resulü dedi ki, kim istəyirsə ətindən kəsib götürsün. Yəni bu da həmçinin göstərir ki, qurbanı kəsən adam kəsdiyi heyvanın ətindən özü yiyə bilər. Əhli əyalı yiyə bilər ondan. Yəni bu da dəlildir ki, o kəssə ki, deyir ki, qurban kəsirsən, onun ətindən yemək olmaz. Bax, bu onlara rəddiyyədir həmçinin. Və həmçinin baxsan Həc surəsinə, orada da tapacaqsan. Ki, Allah Subhanahu deyir ki, özünüz də yiyin kəsdiyiniz heyvanlardan, qurbanlardan və yoxsullara da yedirdim. Bu qədər dəyərli müsəlmanlar, Allahdan istəyirəm ki, Allah Subhanahu wa ta'ala kəsdiyimiz qurbanları bizlərdən qəbul etsin və bunu bizim bütün əməllərimizi, salih əməllərimizi bizdən həmçinin qəbul etsin. Allahumma amin. Subhanaka Allahumma və bihamdik və əşhədu an la ilahe illa ent və estəğfiruka və etûbu ileyk.